Sabahınız salam olsun Lənkəran millətinə. Dəfələrlə müraciət edən insanlar da elə Lənkərandandır. Azərbaycanın gözəl güşəsi olan Lənkərandandır. Bəs bu Lənkəran milləti deyir çətinliklərlə dolanırıq. Nəyə görə bir-birinin ailəsini bu qədər müdaxilə edirlər? Cavan ailələri dağıdırlar, cavan ailələri parçalayırlar. Axırda da özləri qocalar evinə möhtac qalırlar. Bəs sabahı günü düşünmürlərmi ki, bunların etdikləri hansısa sizin kimi bir ailənin dağıtmaqla özlərinin sabahı günü qocalar evidir. Bu Lənkəran əhli nəyə görə bu vəziyyətləri yaradırlar? Sənə toyun olubdur. Həmin toy müddətində qonaq çağıran insanın yaxın adamınız tərəfindən cadı olunubdur. Ailə dağılsın, parçalansın, çörəyə həsrət qalasan. Bugün də sən o çörəyə həsrət qalmışsan. Halbuki sən yaxşı bir işdə işləyirdin. Niyə bu çətinlikdəsən? Sənə olan cadı əməl ananı da tutubdu, yoldaşını da tutubdu, yoldaşın tərəfdən də olunubdu. Hər iki tərəfdən. Düz bugünkü gün inanın ki, mən işləyən adam idim. Daimi işləyən adam idim. Mən ailə qurduqdan sonra bir müddət sonra deyim ki, başladım geriyə düşməyə, ya işləyə bilmədim. Bütün yollar bağlandı mənim üçün. Bütün iş yolları mənim üçün bağlandı. Ailəmdə problemlər yarandı. Təzə ailə, gənc ailə daha da problemlər yarandı. Biz onları qonaqlığa getdikdən sonra, qonaqlıqlar gördükdən sonra bu proseslər başladı. Bu insanlar niyə belə edir axı? Nə üçün? Nələrə inanırlar ki? Bir molliya, bir cadu edənə gedib inanırlar, amma fikirləşmirlər ki, gedirlər, həmən molla gedən adamın özünü özünə bağlayır. Qarşısındakına da pislik edir, özünə də pislik edir. 20 nəfəri yığır başına, 20 nəfər də özünə bağlayır. Hər gün, 2 gündən bir, 5 gündən bir yığırlar ki, mənim işim belə oldu, molla deyir, gəl bura yazacağım və yaxud da hər hansısa bir baxçı deyir, gəl bura yazacağım şamdan, nə bilim, nədən. Amma həmən insanın, gedən insanın özünə ziyanlıq olur, gedən insanın ailəsinə ziyanlıq olur. Qarşıdakına elədiyini zənn edir, özünə ziyanlıqlar tapır. Həmən insan özündə o ağırlığı hiss edir. Bu insanlar niyə belə edir, nəyə görə belə edir ki, kiminsə ailəsini yıxmaqdan, kiminsə ruhsun verən söz yox, Allahdır, sadəcə ruhsun qarşısına dikəlməkdən o insanların əlindən niyə keçir, nə keçir ki, nə üçün edirlər ki? Bu insanlar onu fikirləşmir, Allahdan qorxmurlar ki, bu cadu əməl edənlərin hamısının axırı cəhənnəmlikdir. Edən də, etdirən də. Sən də baxdırmısan, qaqam sən də baxdırmısan. Bəs bu qədər axşama kimi internetlərdə verirlər ki, mən falçıyam, baxıcıyam, karta baxanam, mollayam. Bəs bunlara niyə müraciət eləmədiniz? Mən Səmaya xanıma müraciət elədiniz. Nədən? Çünki mən onların heç birinə inanmadım, inanmayacağım da heç vaxt. Amma siz kimsə qıraqdan, ola bilər ki, qruplaşmış şəkildə sizi pisləməyə çalışarlar, ola bilər